Salam əzizləyicilər, bugün ciyərli qutab hazırlayıram. Toyuq ciyərini əvvəlcə üzərinə su töküb qoymuşam qaynamağa. Daha doğrusu ciyər, pötüyə və ürək. Bunları bir yerdə qaynatdım. Sonra soğança hazırladım. Həmən bu qaynatdığım içalatı maşından keçirtdim. Maşından keçirdikdən sonra soğançanı burada qızartdım dur yağla. Və üzərinə bir çay qaşığı sarı kök əlavə edirəm. Sarı kök əlavə etdikdən sonra həmən qaynadılmış, maşından keçirilmiş içalatımızı əlavə edirəm soğançanın içərisinə. Üzərinə də duz əlavə edirəm və bunları bir yerdə qovururuq. Daha sonra xəmir hazırlayıram. Xəmir üçün yarım kilo un götürmüşəm, duz əlavə etmişəm, bir xörək qaşığı və su, ilıq su əlavə edib xəmiri hazırladıq. Daha sonra kündələrə ayırdım. Qarışımımız da artıq hazırdır. İçalatımız da hazırdır, içiliyimiz. Sonra kündəmizi bu cür yaydıq. Yayandan sonra 2 dolu xörək qaşığı içalatdan əlavə edirik içərisinə, içilikdən və qutablarımızı hazırlayırıq. Ciyərli qutablarımızı bu cür hazırlayıb soba listinə yığırıq. Üzərinə də yumurta sarısı çəkirik. Hamısını eyni qaydada hazırlayıb 180 dərəcəli sobada bişiririk. Çox ləzzətli, dadlı qutablarımız alınır. İnandırım ki, toyuq ciyərindən, içalatından olduğuna baxmayaraq çox ləzzətli, dadlı bir dadı var idi. Hər kəs bəyəndi soba listində. Bunu sacda da edə bilərsiniz, amma soba listində bu cür edəndə çox ləzzətli olur. Xırçıltılı, dadlı, ləzzətli. Əgər bəyəndisə, sizlər də hazırlayın, like edin, abunə deyilsə, abunə olun.